فإذا جاء وعد أولاهما بعثنا عليكم عبادا لنا أولي بأس شديد فجاسوا خلال الديار وكان وعدا مفعولا. Ey Bəni İsrail, ey Yahud qavmi, elə ki, siz iki dənə Allahın sizin üçün mütləq söz verdiyi fəsadın birincisini yer üzərində edətsiniz, onda bu birincidə mən Allah özümün xas bəndələrimi sizin üzərinizə göndərəcəm ki, onlar çox çətin rəqiblərdir, onlar çox çətin döyüşürlər, şiddətli döyüşçüdürlər. Və onlar evlərin içərisinə daxil olacaqlar. Həm öz evlərində, həm sizin evlərinizdə sizi təftiş eləyəcəklər. Və bu mütləq bir vəddir. Birinci vəd, sizin məhv olmağınız bu cür gerçəkləşəcək, hökumətinizin dağılması. Allahın salamı olsun sizlərə, əziz və hörmətli bacı və qardaşlarımız. İran İslam Respublikası qeyd etdiyimiz bu ayəyə əsasən ki, bu ayə barəsində dəfələrlə danışmışıq və qeyd etmişik ki, İmam Sadiq əleyhissalam 3 dəfə and içir ki, and olsun Allaha bu qum əhlidir. Hazırda İran İslam Respublikası İordaniyanı başını əzməklə, İlanın başını əzməklə bir daşla iki yox, bəlkə 2000, 200 min, 2 milyon quşu birdən vurur. Soruşa bilərsiniz necə? Bizi izləyənlər bilər, bağlanan kanallarımızda da və bu kanalımızda da bir məsələyə çox tez-tez təkid edirdik. Məxsusən 2023 Tufanul Əqsadan üzü bu tərəfə. O da bu idi. Deyirdik ki, bölgədə gedən proseslərin taleyinin tez ya gec həll olunmasında 3 kilit və qara qutu var bizim nəzərimizdə. İran və İraqdan əlavə, zuhurun mərkəzli olan həm coğrafi, həm jeopolitik mərkəzliyindən əlavə 3 qara qutu var. Bu qutular açıldıqca taleyi həll olacaq bu məsələlərin bölgədə. Birincisi, dedik, Yəmən idi. Yəmən meydana daxil olur. Xəbərləri Telegram kanalımızda da izləyirsiniz və digər yerlərdə də yəqin ki, izləyirsiniz. Babülməndəb bağlanır, yavaş-yavaş gəmilər geri qaytarılır. İkincisi, demişdik, işğal olunmuş Fələstin torpaqlarında İordan çayının qərb sahilindən sürprizlər. Üçüncüsü, düşmənlərə sərf edən, amma dostlar tərəfindən böyük bir xəzinə olan İordaniyadan danışırdıq. Hətta mənim yadıma gəlir, keçən illərdə, həmin bu illər ərzində hədislər əsasında və gedən proseslər əsasında Süfyani məsələlərinə toxunanda İordaniyadan bir neçə dəfə ayrı təhlillərimiz olmuşdu. Amma nə üçün İran İslam Respublikası İordaniyanı bu cür hədəfə almaqla neçə quş vurur? Əvvəl gəlin sadalayım sizin üçün hansı faktorlar meydana gəlir İordaniyanın hədəfə alınmasıyla. İordaniyanın bu cür hədəfə alınmaları hər baxımdan, təkcə raket deyil, təhlükəsizlik filan. Ümumi şəkildə Qüdsün azadlığı yolunda böyük bir kilitdir. Və dediyim ikinci qara qutu da İordaniya ilə də yaxınlığı baxımından İordan çayının qərb sahilləri Fələstində. Birinci Qüds ümumi baxımdan Qüdsün azadlığı yolunda böyük bir addımdır. İndi qeyd edəcəm nə üçünləri, səbəbləri.
İkincisi, ən azı Qüdsün azadlığı qədər mühüm olan, mənim nəzərimdə Süfyaninin əsl mərkəzi olan qoca tülkü İngilisin artıq quyruğunun, biz əvvəllər deyirdik quyruğu görünür, indi tamamilə meydana gəlməsinə səbəb olacaq. Üçüncüsü, Ərəb ölkələri arasındakı ixtilaf böyük şəkildə həll olub ərəblərin İran tərəfinə məcbur da olsa daha çox yıxılmasına səbəb olacaq. Dördüncüsü, Suriya və İraq üzərindəki təhlükələr və potensial təhlükələri böyük ölçüdə həll edəcək. Beşincisi, elə birinciyə qayıdır, Qüdsün azadlığına qayıdır, İsrailin evi yıxılacaq. Amma nə üçün bu İordaniyaya İranın bu məxsusi diqqət yetirərək təhlükəsizlik və faciəli raket zərbələrini vurması və sadaladığımız bu 5 ünsürü meydana çıxardacaq. Gəlin, əvvəllər danışdığımız məsələlərə bir qısa işarə edim sizin üçün. Bizlər deyirdik, Sufyani filan məsələlərindən danışanda da bilirsiniz də. İordaniya bu məsələlərlə bağlılığını bilirsiniz nə göstərir? Siyonist rejimin həm təhlükəsizlik səfəri olmaq baxımından, həm hərbi raketlərin qarşısında səfər olunması baxımından İordaniya müstəsna rol oynayır bölgədə. Yadınızda varsa həmişə danışanda biz deyirdik ki, İngilis qoca tülküsü bölgənin bölünməsində Balfour müqaviləsi ki, 20-ci əsrin əvvəllərində 1920-ci illərdə İngiltərədə Sion yahudlarla İngilislər, Anglosaksonların arasında bağlanan müqavilə və İsrail adlı dövlətin yaranmasına qarşı çıxan yahudiləri də aldadaraq bu prosesin İngiltərə mərkəzliliyi ilə, İngiltərə Xarici İşlər Nazirliyi və Baş Nazirliyi ilə getməsi və sonda 1948-ci ildə yavaş-yavaş Fələstinin İngilis əli ilə yahudilərin gətirilərək işğalının başlanması prosesi bizə nə deyir? Və ondan sonraki illərdə İordaniya krallığı, bu indi Kral Abdullahın dədəsi, onun babası Hüseyin, sonra Kral Feysəl, bütün bunların və bu Kral Abdullahın da İngilis anadan doğulması və bu krallığın İordaniya adı altında Fələstin torpaqları ilə həmsərhəd olması və Fələstinlilərin işğalı başlayanda Yahud tərəfindən əksər Fələstinlilərin İordaniyaya köçürülməsi, qaçması və hal-hazırda da buna görə də İordaniyanın əhalisinin 50%-dən çoxu, bəzi yerlərdə 60%-ə yaxın, bəlkə də çoxunun Fələstinlilərin olmasını yan-yana qoyun. Bax, bütün bu sadaladığım faktorları indi saydım. Yadınızdan çıxdısa bir-bir çevirin arxaya, yığın arxaya bu videonu, təzədən qulaq asın. Bütün bu faktorlar bizə nə edir? Siyonist rejimi dünyanın həm coğrafi, həm jeopolitik baxımdan, həm enerji, həm iqtisadi baxımından qəlbi olan, onların dediyi dillə desək, yaxın şərq, amma əslində Qərbi Asiya bölgəsində fəsad mərkəzi olaraq əkdiyi bu İngilislərin Sion rejimini ki, Amerika böyük şeytanının şüşədəki canıdır və İngilis və Siyonlardan ibarət evangelizmin idarə etdiyi böyük şeytan Amerikanın canıdır Siyonist rejim. Ki bu Siyonist rejim bu bölgədə fəsad mərkəzi olsun. Bütün bu işlərin arxasında İngilis dayanır
və İngilis bu fəsad mərkəzini qorumaq üçün ikinci kölgədə qalan, yenə də qayıdıram öz təbirimə, 3 bağlı qutudan, qara qutudan və ən əsas qara qutu olan Süfyani ilə də əlaqəsi olan İordaniyanı Siyonist rejim üçün təhlükəsizlik sepəri və hərbi sepər olmaq üçün bura əkməsini nəzərə alsaq, bütün hadisələr bizə aydın olur ki, indi hal-hazırda İslam Respublikası İranın necə zirəkli ilə döyüşü kontrol eləməsi və İordaniya bağlı qara qutusunu vurmaqla hansı hadisələrə yol açması. Saydığa əvvəldə qeyd etdiyi 5 faktor, 5 ünsür İran, İordaniyanı bu cür ustalıqla vurmaqla 5 ünsürə ən azı əl tapır. Dedi ya, İsrailin təhlükəsizliyi, Qudsun azadlığı yolu, Suriya-İraq məsələsinin böyük ölçüdə həll olunması, ərəblərin məsələsi, İngilis türküsünün ayağının ortaya gəlməsi. Bütün bu faktorları İran indi barəsində danışdığımız İngilis kökənliliyi ilə baş verən tarixə nəzər eləsək, görərsiniz ki, İran necə zirəkli ilə savaşır. Biz adətən təəssüf ki, hadisələrin zahirinə baxırıq, bizi maraqlandıran Amerika vurdu, İran necə saxladı, İran necə çox vurdu. Bu heç bu yerində. İran İslam Respublikası son 2 həftə, bir 10 gün müddətində də bir döyüş başlayıb. Bu 10 gündə, 11-12 gündə İran İslam Respublikası sözün həqiqi mənasında İordaniya xüsusi olmaqla Kuveyt, Bəhreyn, İordaniyadan sonra şiddətinə görə ikinci yerdə olmaqla Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı, bəzən Oman və Qətər də daxil olmaqla sözün həqiqi mənasında Amerika Birləşmiş Ştatlarının əlində olan lojistik, hücum, canlı, cansız bütün qüvvələrinə çox ağır cəhənnəm yaşadır. Yəni, mən sizə əmin edirəm, Amerika itlərinin leşi və ölüsü yüzlərlədir, ən azı yüzlərlədir, bəlkə də minlərlədir. Yaralısı ki, mütləq minlərlədir. Biz Telegram kanalımızda xəbərlərimizi izləyirsiniz də, operativ yerləşdirməyə çalışırıq. Kanalımızın da həmişə olduğu kimi linkini başlıq bölməsində və komment bölməsində pin edirik, vurub abunə olub paylaşa da bilərsiniz. Orada peyk görüntüləri ilə də yerləşdiririk, sənədli olaraq yerləşdiririk ki, necə bunlar leşlərini Almaniyaya daşıyırlar, yaralı, leş. Bunlar doğrudur. İran sözün həqiqi mənasında bunların atasını yandırır. Və bu çox böyük işdir. Həm taktiki, həm texnoloji baxımdan və bizim gözlədiyimiz quru məsələləri baxımından bunlara gecə-gündüz yoxdur. Və bunun kənarında Trump nə gecə yata bilir, nə gündüz evində belə rahat gəzə bilir. Bəli, gündə ölümün yaxınlaşdığını hiss edən karikaturalar, videoları İran istehsal edib, hətta bəzi real yaşanmışlardan ibarət videoları göndərirlər, çıxardırlar sosial arenaya. Trump və onun administrasiyası dəli vəziyyətindədirlər, getdikcə daha dəli vəziyyətinə qalırlar. Netanyahu əgər yaşayırsa, onun bədəli deyilsə, bu və onun administrasiyası, qondarma kabinəsi, bunlar 5 il, nə bilim, yenidən artırırlar müddətini, mühafizə müddətini. Drone görən kimi, ya səs eşidən kimi quş səsinə belə reaksiya verirlər. Trump özü də elədi. Bunlar yerində gözəl, bunlar qələbəmiz yolunda atılan addımlar çox gözəl. Amma əsas addımlar, bax, bu danışdığım bağlı qutuların dəyərini dərk eləməkdir. Jeopolitik və strateji baxımdan. Çünki bu bağlı qutuların fəallaşması, Yəmən başlayıb fəallaşmağı, İordaniya məsələsini İran qurtcalayıb ortaya çıxartması və
İordaniya ilə bağlı olan da İordan çayının qərb sahilində mənim gözlədiyim şəxsən sürprizlərin yaxın gələcəkdə reallaşması İsrailin dağılması, özü də içəridən təhlükəsizlik baxımından dağılmasıdır. Bilirsiniz niyə? Bayaqki söhbətimə qayıdıram yenə. Ona görə ki, İngilis qoca tülküsü Balfour müqaviləsi əsasında bu siyonist it rejimini burada 48-ci ildə quranda İordaniyaya köçən Fələstinlilər indi 60% İordaniyanın xalqını təşkil edir. Və İordaniyanı da siyonist rejimin fəsad mərkəzinin təhlükəsizlik səfəri olaraq qoyub. Baxın, bir neçə fakta diqqətinizi çəkim. Bir Suriya məsələləri, İraq məsələləri zamandakı fakta baxacağıq. Bir də indi. İndidən başlayaq. Baxın, biz son 2 proqramda diqqət edin, diqqətinizi yönəldirik Sepahın Küveyti, Bəhreyni, İordaniyanı vurandan sonra bütün çoxunu vurur, amma İordaniya ilə Küveytin xalqına Sepah öz bizlərə müqavimət cəbhəsini necə bəyaniyə versə, İordaniya xalqına da bu cür xəbər göndərir. İndi Sepah bugün bilirsiniz nə bəyaniyə verir? Dünən, bugün. Deyir, İordaniya xalqının və hərbiçilərinin içərisində bizlərə istihbarat məlumatları, kəşfiyyat məlumatları ötürənlərdən təşəkkür edirik. Bu nə deməkdir? İngilis qoca tülküsünün siyonist quduz itini burada qurub, ona təhlükəsizlik səfəri olaraq qurduğu İordaniya. O İordaniya ki, təhlükəsizlik məsələləri baxımından məntəqədə ən əl dəymez yerlərdən, ilk 2 yerdən biridir. Hətta özlərini CIA-yə, MI6-ə tay tuturlar bəzən təhlükəsizlik baxımından. Niyə? Çünki İngilis qoca tülküsü və İngilislə Yahudun birləşib əmələ gətirdiyi böyük şeytan Amerikanın canı olan Sion itinin təhlükəsizlik səfəri İordaniya olmalıydı. İndi Sepah bəyaniyə verir ki, həmin təhlükəsizlik səfəri olan İordaniyanın içərisində təhlükəsizlik boşluqları yaratmışıq biz. İordaniyanın təhlükəsizlik səfəri olması İsrail üçün o qədər mühüm idi ki, İsrailin daxili təhlükəsizliyi, Mossad xaricidir, daxili təhlükəsizliyini yerinə yetirən Şəbak, yəni Şimbet və Əman, məxsusən də Şimbet birbaşa İordaniya ilə sıx əlaqədədir. İndi Sepah İordaniya xalqına əvvəl deyirdi, hökumətinizi devirin, hökumətinizə qarşı çıxın. İndi xəbərlər də var, bəzi hələ təsdiq tapmamış xəbərlər var ki, İordaniya kralı qaçıb qoca tülkünün qucağına, deyəsən İngiltərədədir. Bəzi xəbərlər bizə bunu deyir. İndi siyonist rejimin təhlükəsizlik səfəri olan həm raketlərə qarşı mübarizədir, həm ondan daha əsas əmniyyət təhlükəsizliyində, təhlükəsizlik söhbətinin, kəşfiyyat söhbətinin təhlükəsizliyində siyonist rejimin ən böyük səfəri olan İordaniyanın öz təhlükəsizliyi düşüb sual altına. İndi başa düşürsünüz niyə görə deyirəm, İran İordaniyanın içərisində bu təhlükəsizlik sistemlərini və mürəkkəb tellərini qırdıqca 5 hadisəni reallaşdırır ki, biri Qudsun yolun açılmasıdır, biri buna bağlı İsrailin dağılmasıdır. Biz buna görə indi anlayırsınız biz neçə ildir niyə görə deyirdik ki, İordaniya qara qutudur, 3 əsas qara qutudan biridir və siyonist rejim deyirdik ki, daxildən əsas partladılacaq. Bunu tamamlayacaq yaxın gələcəkdə hadisə siyonist rejimə hətta mümkündür digər qara qutunun fəallaşması. İordaniya ilə baxəm İsrailin, qondarma İsrailin daxilində Fələstində, işğal olmuş Fələstin torpağındakı İordan çayının qərb sahili adlı dediyimiz qara qutunun da fəallaşmasıyla siyonist rejimə bu təhlükəsizlik zərbəsindən əlavə dəyəcək ikinci zərbə quru hücumu, quru döyüşləri. Bunun üçün İran
İki işi həmzaman gözəl yerinə yetirir. Həm Amerikanın bazalarını, əlbəttə bazalarını yerlə yeksan eləmişdi, 16 bazasını, bəzən 18 bazasını. Ortada fasilə düşdü, bəzi təchizatlar gətirdilər, onları da yerinə yeksan etdi və gözlərini çıxarır. Amazondan tutun, hətta Google Map'də görünməyən bəzi data mərkəzlərini də İran yayımladı. Gözlərini çıxarır, enerji köməklərini məhv edir bir-bir. Həm bu işi görür, Amerikanı bölgədən məcbur edir çıxsın, həm də Amerikanı bölgədən məcbur çıxarmaq üçün sərf etdiyi zaman dilimində Amerika və İngilis, məxsusən türküsünün Siyonist quduz iti üçün ən böyük təhlükəsizlik səfəri olan İordaniyanın təhlükəsizliyini artıq vurub bir-birinə. Bu iki fakt bizə bunu deməyə əsas verir. Amerika çıxarılmalıdır və Amerika çıxarıldıqca Siyonist rejimin qoruyucu səfəri İordaniya zəiflədilir. Həm zaman bu deməkdir ki, Siyonist rejimin artıq bu gedişlə bəlkə də bizim vədəsini verdiyimiz və gözləntisini gözlədiyimiz əslində 2028-ə qədər Siyonist rejimin qalıb qalmayacağı böyük sual altına düşür. Allahın lütfu və inayəti ilə. Bax, İordaniyanın əhəmiyyəti bugünkü hadisələr və Sepahın verdiyi bu bəyanatda göründü. Bir də diqqət eləyin. Hey, biz deyirdi ya, neçə ildir bağlı qutudur, bayaq da təkrarladım. 2023-dən bu yana məxsusən mən bunu qeyd eləmişəm də, bizi izləyənlər bağlanan kanallarımızda da bilər. Suriya, İraq məsələlərində, məxsusən son 2 dəfə Suriya məsələlərində, 2013-dən ta bu 2 dəfə baş verən Suriya. Terrorçular gəlir, belə deyək də, qeyrətini, namusunu uduzan Vəhhabi yığını, Təhrir-i Şam idi, Daeş idi filan. Bunlar gəlirdilər qardaş İraqa, Suriyaya, hər yerə it kimi hürürdülər. Amma İsrailə dəymirdilər, bir də İordaniya dəymirdilər. Nə üçün? Bax, bu günlər üçün idi. Amma fayda. Heç bir faydası yoxdur. Artıq qloballaşan, sürətlə qloballaşan müqavimət, xalqların azadlıq və müqavimət dalğası şeytan cəbhəsini boğmaq üzrədir Allahın lütfu və inayəti ilə və bizlərin üzərinə düşən vəzifə harda, hansı formada fiziki, zehni, məxsusən fiziki formada hər hansı bir ölkədəyik, Azərbaycanda, Azərbaycandan kənarda, bunların mənfəətinə dindarıq, qeyri-dindarıq fərq eləmir. Kişilik məktəbi istəyir. İslam dini kişiliyə dəvət edir. Vətən, namus qeyrətimizi çəkiriksə, bacardığımız nə zərbə var biz hiss edirik ki, bunlara xidmət edir siyonitlərinə, bu mənfəətlərə, mənafilərə və hətta şəxslərə icazə verməməliyik artıq. Azad yuxuda ölsünlər. Necə ki, İran bugün hər gün bunu yaxınlaşan ölümü Trump quduz itinəs qırmızı donuzuna xatırladaraq deyir. Yatağınızda rahat ölmək arzusunu görə aparacaqsınız. Biz də öz həddimizdə Trump'ın qırın-qırıntılarına bunu demək borcu yox. Yəni bunu deməyə borclu yox. Sübh yaxındır. Sizləri sübhün sahibinə əmanət edirik.